Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün bir stəkan mürəbbə suyu ilə həm bərəkətli, həm çox dadlı və yumuşaq, eynən korjik dadında çox dadlı peçenyalar hazırlayıram. Peçenyaların xəmiri üçün bizə 1 stəkan, yəni 200 ml mürəbbə şirəsi lazımdır. Mən heyvan mürəbbəsinin şirəsindən istifadə etdim. Mürəbbə şirəsini mütləq süzgəcdən süzün ki, içərisində dənələri qalmasın. Yalnızca bizə mürəbbənin şirəsi lazımdır. Burada 1 çay qaşığı çay sodası götürmüşəm. Üzərinə də 1 xörək qaşığı üzüm sirkəsi əlavə edirəm. Üzüm sirkəsi olmasa alma sirkəsindən də istifadə edə bilərsiniz. Peçenyalarımız bişərkən sodanın tamı gəlməsin deyə, yəni sodanın dadı hiss olunmasın deyə mütləq sodanı sirkənin içərisində bir qədər söndürmək lazımdır. Sirkənin içərisində sodanı söndürdükdən sonra bunu da əlavə etdim mürəbbə şirəsinin üzərinə və yumurta çırpan vasitəsilə bunları yaxşı-yaxşı qarışdırıram. Baxın, qarışdırdıqca görəcəksiniz ki, həm rəngi ağarır, həm də ki, bir qədər köpüklənir, qalxır. Bu cür olduqda üzərinə çay qaşığının ucunda, yəni 1 çimdik duz əlavə edirik, 2 ədəd ağlı sarlı yumurta əlavə edirik və bura 100 qram da ev temperaturunda tam yumşalmış kərə yağını əlavə edirik. Kərə yağı olmasa margarin yağından da istifadə edə bilərsiniz. Amma mütləq çalışın ki, yağ ev temperaturunda tam yumşalmış olsun. Ya ocağın bir kənarına qoyun, ya radiatorun üzərinə qoyun, tam yumşalmış yağ olsun. Və burada 1 çay qaşığı da üyüdülmüş hil ədvası var. 1 çay qaşığı dolu üyüdülmüş hil əlavə edirəm. Əgər hil olmasa sizlərdə, onda 2 paket, yəni 10 qram vanildən də istifadə edə bilərsiniz. Ədviyyatımızı da əlavə etdikdən sonra bunları yaxşı-yaxşı qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra ən sonda isə unumuzu əlavə edərək xəmirimizi yoğururuq. Bu arada dəyərli izləyicilərim, kim hardan videomu izlərsə elə bu dəqiqə videonu izləyərkən yuxarıda gördüyünüz bəyən düyməsinə basmağı unutmayın. Hər birinizdən çox xahiş edirəm. Nə qədər videolarımızın bəyənmə sayı çox olarsa, videolarımız da o qədər çox insanların qarşısına çıxar. Sizlərdən yalnız istəyim videolarımızı izləyərkən videolarımızı bəyənməyinizdir. Bununla da siz mənə dəstək olmuş olursunuz. Və demək ki, ən sonda isə gördüyünüz kimi unu hissə-hissə az-az əlavə edirəm. Bir dəfəlik əlavə etmirəm. Ümumilikdə bu xəmir üçün mən 470 qram un istifadə etdim. 470 qram unda 200 ml stəkan ölçüsü ilə 3 stəkan yarım un eləyir. Reseptdə açıqlama bölümündə də hamısını qramla stəkan ölçüsü ilə qeyd edəcəm sizlər üçün. Xəmiri çox yoğurmaq lazım deyil. Çox yoğurduqca xəmir bir qədər rezinləşə bilər. Çünki tərkibində mürəbbə şirəsi var. Ona görə çox yoğurmağa ehtiyac yoxdur. Bir qədər yoğururuq. Xəmir çox gözəl, yumşaq bir xəmir olur. Ola bilər ki, çox azacıq əlinizə yapışsın. Bu da təbii haldır. Çünki xəmirin tərkibində mürəbbə şirəsi var. Ona görə azacıq da olsa ələ yapışmaqlığı var. Xəmiri yoğurduqdan sonra soyuducuya qoymuram. Sadəcə ev temperaturunda çox yox, 5 dəqiqə gözlətmək lazımdır. 5 dəqiqə xəmiri dinləndirdikdən sonra masanın üzərinə bir qədər un səpirik. Xəmiri üzərinə əlavə edirik və xəmirin üzərinə də çox yox, azacıq un səpirəm və başlayıram xəmirimi yaymağa. Xəmiri nə çox nazik, nə də çox qalın yaymırıq. Orta qalınlıqda yaymaq lazımdır. Çox nazik də olmasın. Bir də bu xəmiri istədiyiniz mürəbbə şirəsi ilə hazırlaya bilərsiniz. Demək ki, mən burada heyvan mürəbbəsinin suyu ilə hazırladım. Sizlər əncir mürəbbəsi olsun, gilas olsun, yəni istədiyiniz mürəbbənin şirəsi ilə hazırlaya bilərsiniz. Mürəbbənin şirəsi tünd olsa, onda peçenyalarınıza bir qədər tünd alınacaq, yəni çox qara alınacaq. Yox, əgər açıq olarsa, onda bir qədər qəhvəyi rəngdə alınacaq. Artıq baxın, bu qədər yaydım, yetərlidir. İndi baxın, qalınlığını da sizlərə göstərirəm. Bu qalınlıqda olsa bəs edir. Bundan nazik yaymağı məsləhət görmürəm. Yaydıqdan sonra istəsəniz siz bunu demək digər fiqurlarla da, yəni peçenya fiqurları ilə də kəsə bilərsiniz. Mən kətə kəsən vasitəsilə sadə formada, kvadrat formada bunları kəsirəm. Və bir xeyli 2 list peçenya alınır bu reseptlə. Çox bərəkətli bir reseptdir. Baxın, qalınlığını yenə də sizlərə göstərirəm. Bir daha qeyd edirəm, bu reseptlə 2 list peçenyalarımız alındı. Çox bərəkətli, çox tez başa gələn, çox dadlı, eyni zamanda da yumuşaq peçenyalar alınır. Listimizə məsafəli şəkildə düzdükdən sonra bir yumurta götürürük, sarısını ağından ayırırıq. Yumurtanın sarısının üzərinə 1 çay qaşığı da bitki yağı əlavə edirik, qarışdırırıq və xəmirlərin yarısının üzərinə mən yumurta sarısını çəkirəm.
Qalanının da üzərinə yumurta ağını çəkərək şəkər tozuna bulayıram. Bu da sizlərin zövqünüzə görədir. Sonda baxarsınız, necə xoşunuza gəlsə, yəni hər iki üsulla da görüntüsü necə xoşunuza gəlsə, o cürdə hazırlaya bilərsiniz. Yumurta ağlarını kislə peçenyaların üzərinə çəkdikdən sonra baxın, peçenyaların üst hissəsini, üzərini şəkər tozuna bulayıram və yenə də listimizə düzürəm. Digər qalanlarının da ki, üzərinə yumurta sarısını çəkmişdim. Onların da orta hissəsinə bir qədər şəkər tozu səpirəm. Peçenyalarımızı öncədən isidilmiş 180 dərəcəli sobamızda mən konveksiya rejimində 15 dəqiqəyə bişirdim, götürdüm. Görürsünüz, bişərkən də çox gözəl şişirlər, qabarırlar və budur 15 dəqiqə müddətində peçenyalarımız çox gözəl bişdilər. Üzəri altı qıpqırmızı xına kimi qızardılar və artıq ikinci listimizdə bişib hazır oldu. Bir də bu peçenyalar çox tez bişir. Mütləq sobaya yerləşdirərkən diqqətli olun, yəni gözünüz üzərində olsun. Çünki tərkibində mürəbbə olduğu üçün, mürəbbəli xəmir, şirəli xəmir olduğu üçün tez qızarır, tez bişir. Tam 15 dəqiqə müddətində peçenyalarımız çox gözəl bişib hazır olurlar. Eyni zamanda həm çox bərəkətli, həm də çox yumşaq alınmışdılar. Yumşaq peçenya sevənlər bu resepti çox bəyənəcəklər. Çox yumşaqdır. Baxın, gördüyünüz kimi burada sizlərə göstərirəm yumşaqlığını. Yumşaq, eyni zamanda çox dadlı bir peçenyalar alınır. Mən bu peçenyaların dadını eynən məktəb illərində yediyim o korjiklər ki var idi, həmin korjiklərin dadına bənzətdim. Eynən demək olar ki, həmin korjiklərin dadını verir. Sizlər də bişirin. Mütləq şərh bölümündə qeyd edərsiniz bəyənib bəyənmədiyinizi. Şərhlərinizi gözləyəcəm. Göz haqqınızı halal edin. Bu cür asan reseptlərin ardının gəlməyini istəyirsinizsə kanalıma abunə olun, videoları bəyənin və yeni videolardan xəbərdar olmaq üçün mütləq gözləmədə qalın, zəng işarəsini aktiv edin ki, yeni bildirimlərdən, yeni videolarımdan anında xəbərdar olasınız. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.